Salam xanımlar. Deməli bu günlərim durdum. Səhər özümə bir dənə künəfə hazırladım. Bu künəfəni Peynirçi babadan alırıq həmişə. Hazır olur. 2 manat neçə qəpiyə, içində şərbəti də olur. Bu formada bu çörək qabını mamam pay alıb. İstəmişdim, alıb vermişdi. Çox sağ olsun, çox qəşəngdir. Künəfə yavaş-yavaş pişir. Burada künəfəni çevirdim o tərəfdən. Tam kərə yağında pişməlidir. Çox qəşəng qızarır. İçi də pişir. Ləzzətli bir şeydir. Demək olar ki, çoxsun Tuncay yedi. Mən heç qoymadı yeməyə. Elə 2 dənə, 3 dənə vilka batırdım. Hamısını verdim, Tuncay yedi. Özümə bir dənə qəşəng çay dəmlədim, çay süzdüm, içdim. Mən hər səhər xoşlayıram yemək yemək. Biraz gec də dursam yeyirəm, tez də dursam yeyirəm, sevirəm. Prosta bu günlərim istədim elə künəfəni hazırlayım, künəfə ilə çay içim. Tez durmuşdum saat 8-dən, Tuncay oyanmışdı deyənə mən də oyandım ondan bir yerdə. Qəşəng mama bala çay içdi künəfə ilə. Üzərinə də dondurma qoydum. Alsaz, yesəz eyni restoranlardakı kimidir. Heç bir fərqi yoxdur. Sonra Tuncayın yerini düzəltdim. Tuncayın döşəyi tam hazır değildi. Mamam təzə düzəltdi. Elə dünən getdim, gətirdim. Qəşəng bir dənə döşək düzəltmişdi. Onun üçün matrasın üstündən qoyuram. O da yorğan idi üzərində. Sonra hazırlaşdıq. Tuncayın sumkasını yığdım. Kofta, mayka, belə şeylər. Nizami mola gedirdi. Məhərrəm, yoldaşım gəldi. Bizi apardı Nizami mola, amma orada çəkiliş eləməmişəm. Çünki tez girdi elə. Bir ya 2 mağaza var idi. Baxdıq, çıxdıq. Elə bir də çıxanda siz üçün çəkdim. İçəridə vaxt olmadı çəkməyə. Çünki tez tələsik baxdıq, çıxdıq. Sonra da mindi, getdi Əcəmiyə. Yoldaşıma ayaqqabı istəyirdi. 1-2 mağaza gəzdi, baxdıq. Sonra isə neçə dənəsini geyindi, baxdı. Burada Tuncayın ayaqqabısını geyindirir. Tuncay yatmışdı, durdu. Mən bu ayaqqabını çox bəyəndim, amma yoldaşım istəmədi. Çünki bəyənmədi. Geyindi, bəyənmədi. Ayağında da deyir ki, nəsə xoşum gəlmədi. Mən də məcbur eləmədim ki, istəmirsən, onda eyb yox. Bu ayaqqabını 95'ə deyirdi, amma Məhərrəm istəmədi. Gəldik Əcəmolun qabağına, mamanı işdən götürməyə. Mamamı işdən götürdük. Məhərrəm dedi, sizi KFC aparıram. Gedək KFC-də yemək yeyək biraz, sonra gedək evə. Götürdük mamanı da, yollandıq Xırdalandakı KFC-yə. Çox qəşəngdir Xırdalanın KFC. 4 nəfər idi. 50 manat pul çıxdı. Sonra da bir dəfə bir reisdə 10 manatlıq oldu. 60 manat pulumuz çıxdı, amma ləzzət edir. Təzə idi KFC-nin yeməkləri. Hər KFC-də təzə olmur, Xırdalandakı xoşuma gəlir, yaxşıdır. Burada Tuncayın başını qatırıq. 573-cü adamıq, amma hələ ki gözləyirdik. Tuncay da çox acmışdı. Getdim, təhvil götürdüm. Mama 2 qudalara menü vurmuşdum, 2 nəfərlik. Özümlə Məhərrəm, amma ayrı-ayrı vurmuşdum. Amma qəşəng idi, xoşum gəldi. Burgeri də istəyirdi. Yedik, ləzzət elədi. Sağ olsun yoldaşım, Allah minə vəzin versin. Çox sevirəm mən KFC-ni. Neçə dəfə getsəm, çox tez-tez getmirik, amma hərdən gedirəm də, tez-tez gedəndə ürəyim istəmir, bezirəm. Ona görə ayda 3 dəfə, 2 dəfə belə qaynanamla gedirik. Tuncay nənəsinin qarğıdalısını aldı əlindən. Yedi onun qarğıdalısını. Sonra təzdən qənətlərimiz bişməmişdi. Getdim qənətləri götürdüm, gətirdim. Yedik. Tuncay da burada kartuşkanı pendirə batırır, yeyir. Çox acmışdı Tuncay. Təzdən bir dənə də sifariş vurdum, gətirdim. Məhərrəm dedi, qənət istəyirəm təzdən. Qənədi gətirdim, qoydum. Bir dənə də səndviç oxşan bir şey idi içində. Toyuq əti idi. Sonra çıxdıq.
Gəldik Məhərrəm maşını saxlayan yerə. Burada üje mindim maşına. Mən sürürdüm maşını deyənə üje ondan sonra da çəkənmədim. Yerimizi dəyişdik, oturdum, sürdüm. Gəldik evə. Tuncayı yatızdırdım. Gecəniz xeyrə. Sağ olun izlədiyiniz üçün təşəkkürlər.